Hər vaxtınız xeyir. Gəlin bugün böyük, o hiləgər sazanları tutmaq üçün peşəkarların istifadə etdiyi o xüsusi sistemin sirrini açaq. Yaxşı, planımız belədir. Əvvəlcə görək bu böyük sazanların sirri nədir. Sonra bizə lazım olan ləvazimatlara baxacağıq. Əsas hissə, dəsti addım-addım birlikdə yığacağıq. Sonda isə bir-iki vacib məsləhət verib işi bitirəcəyik. Vəssalam, siz də artıq ova hazırsınız. Yaxşı, başlayaq birinci hissədən. Böyük sazanların sirri. Ümumiyyətlə, niyə onları tutmaq bu qədər çətindir axı? Məsələ burasındadır ki, bu böyük, təcrübəli sazanlar, bilirsiniz, artıq bir çox şey görüblər. Onlar qarmağın üstündəki o standart yemləri artıq tanıyırlar və çox ehtiyatlı davranırlar. Buna görə də bizə daha fərqli, daha ağıllı bir üsul lazımdır. Bütün məsələnin həlli isə əslində çox sadədir. Yemi qarmaqdan ayırmaq. Bax, peşəkar Boyli dəstinin bütün sihri də elə bundadır. İndi isə keçək ləvazimatlara. Narahat olmayın, sizə çoxlu mürəkkəb şey lazım olmayacaq. Cəmi 3 əsas komponent var. Birincisi Boyli. Yəqin ki, eşitmisiniz, bu sadəcə bir yem deyil, xüsusi hazırlanmış, qaynadılmış bərk yemdir. Bunun üstünlüyü odur ki, suda gec həll olur, ətrini uzun müddət saxlayır və ən əsası xırda balıqlar onu apara bilmir. Və boyillarında iki əsas növü var. Biri var batan, yəni suyun dibində qalır. Bu, daha çox dibdə yem axtaran sazanlar üçündür. Bir də var üzən, yəni pop-up. Bu da suyun dibindən biraz yuxarıda qalır, yosunlu yerlərdə və ya gəzən balıqların diqqətini çəkmək üçün superdir. İkinci vacib şey qarmaq ipi, yəni hörük. Düzdür, adi misina da işlətmək olar, amma bu sistem üçün xüsusi, yumşaq və möhkəm hörük ipi olsa daha yaxşıdır. Çünki bu ip yemin suda daha təbii hərəkət etməsinə imkan verir, bu da çox vacibdir. Və nəhayət, tapmacanın son hissəsi, qarmağın özü. Əlbəttə ki, qarmaq çox iti və möhkəm olmalıdır ki, balıq yemi götürən kimi işini görsün. Biz də onu birazdan xüsusi bir üsulla bağlayacağıq. Belə. İndi gəldi ən maraqlı yerə. Dəstin özünü necə yığırıq? Gəlin bunu 2 sadə mərhələdə edək ki, hər şey aydın olsun. Birinci mərhələdə tük adlanan ilgəyi yaradırıq. Bu nədir? Baxın, təxminən 20-25 santimetrlik bir ip kəsirik, bir ucuna balaca, sadə bir ilgək atırıq. Boylu məhz bu ilgəkdə olacaq. Sonra bu tükün uzunluğunu təyin edirik. Yəni, ilgəklə qarmaq arasında nə qədər məsafə olacaq. Axırda da ipin o biri ucunu qarmağın gözündən, öndən, arxaya keçiririk. Burada çox vacib bir məqam var, əsl peşəkar məsləhəti. Düyünü sıxmazdan əvvəl mütləq isladın. Tüpürcəklə və ya su ilə. Bu, ipin zədələnməsinin qarşısını alır və düyünün 100% möhkəm olmasını təmin edir. Bunu heç vaxt unutmayın. Keçdi ikinci mərhələyə, yəni düyünsüz düyünə. Bax, bu işin əsas sirridir. İpi qarmağın gövdəsinə 6-8 dəfə səliqəli şəkildə üst-üstə düşmədən sarıyarıq. Sonra ipin ucunu qarmağın gözündən, bu dəfə arxadan önə doğru geri keçiririk və bayaqki kimi düyünü isladıb, yavaş-yavaş dartıb sıxırıq. Vəssalam, bu düyün sayəsində balıq yemi götürəndə qarmaq avtomatik dönüb dodağına keçir. Artıq demək olar ki, hər şey hazırdır. Amma suya atmadan əvvəl bir-iki şeyi yoxlamaq lazımdır ki, əmin olaq hər şey qaydasındadır. Baxın, bu 3 şeyi yoxlayın. Birincisi, tük düyündən düz çıxmalıdır ki, yem sərbəst hərəkət etsin. İkincisi, düyün bərk olmalı, əlinizlə dartanda sürüşməməlidir. Və üçüncüsü, ən vacibi test. Qarmaq ipini barmağınızın üstündən çəkəndə, qarmaq dərhal aşağıya, yəni ilişmə vəziyyətinə dönməlidir. Əgər belədirsə, deməli hər şeyi düzəltmisiniz. Gördüyünüz kimi, hazır dəst əslində çox sadə görünür. Bütün dahilik onun mürəkkəbliyində deyil, məhz bu sadə, amma çox effektiv mexanikasındadır. Yaxşı, bəs bu qurduğumuz dəst suda olanda nə baş verir? Gəlin bir anlıq təsəvvür edək. Sazan gəlir və sərbəst yanan Boylini soraraq udur. Qarmağı hiss edən kimi instinktiv olaraq onu ağzından çıxarmağa çalışır. Amma dəstin o xüsusi dizaynı var ha, bax o, qarmağın dərhal dönməsinə və sazanın alt dodağına möhkəm ilişməsinə səbəb olur. Bu qədər sadə və effektiv. Artıq siz də peşəkarların bu üstünlüyünə sahibsiniz. Beləliklə, artıq texnikanı bilirsiniz, bütün sirlərə bələdsiniz. İndi sizə qalan sadəcə suya yollanıq bu biliyi tətbiq etməkdir. Görəsən, bu üsulla tutacağınız ilk trofey hansı olacaq? Bizimlə olduğunuz üçün təşəkkürlər.